Salam uşaqlar, bugün sizlərlə funksiya və qrafiklər mövzusunun 3-cü bölməsi olan y bərabər kökdə x və y bərabərdir modulda x funksiyalarının dərs izahını sizlər üçün paylaşacağım. İndi birinci başlayaq y bərabərdir kökdə x funksiyası haqqında. Bu funksiyanın qrafiki bu formada olacaq. Sonra ümumiyyətlə, bu y bərabər kökdə x funksiyasının ən kiçik qiyməti nəyə bərabərdir deyəndə deyəcəyik ki, ən kiçik qiyməti 0-a bərabərdir. Sonra kökdə x funksiyasının təyin oblastı 0 müsbət sonsuzluğa bərabərdir. Dördüncü, qiymətlər çoxluğu y ilə işarə olunur. Qiymətlər çoxluğu da eynən 0 müsbət sonsuzluğa bərabərdir. Çünki kökaltı ifadənin ən kiçik qiyməti 0 olur. Sonra həmişə artan funksiyadır. Həmişə artandır. Bəs sual düşür, bu funksiya təkdir, cütdür, ya tək deyil. Belə yazaq, ya tək, ya da cüt deyil. Yəni, ya tək funksiya deyil, ya da cüt funksiya deyil. Heç birinə aid deyil. Bundan başqa, uşaqlar, bu kökaltı x funksiyası olsun, sonra 4-cü dərəcədən x funksiyası və ya 6-cı dərəcədən x funksiyası. Bunların, yəni bu gördüyümüz bütün xassələrin hamısı eynən bunlara da aiddir. Bundan başqa, indi tənliyimiz bu şəkildə verilib, yazılıb y bərabərdir kök altında və ya düstur kimi deyim, y bərabər kök altında x minus m. Biz həmişə demişdik, m-in işarəsini nə götürürük? Əks götürürük və m hansı ox üzərində olurdu? Əlbəttə ki, absis ox üzərində. Onda, burada m mənfidirsə, onda buradan müsbət götürəcəm və bu şəkildə artacaq. Sonra kök altında x minus n. N-in qiyməti isə, yəni n-in işarəsi daha doğrusu dəyişmir. N də ordinat ox üzərində olur. Yəni müsbətsə mənfi olanda mənfidən belə, müsbət olanda da müsbətdən bu istiqamətdə qrafiki çəkəcəyik. Gəlin, indi nümunələrə baxaq. Bunlara aid nümunələrə baxaq. Məsələn, bizə veriblər y bərabərdir kök altında x minus 3. Funksiyasını deyir, qrafikini qur. Əgər kökün altındadırsa, demək m-dir. M-i buradan neçə götürürəm? 3. Və koordinat sistemini çəkirəm, m-i qeyd edirəm və qrafiki çəkdim. İkinci, məsələn, y bərabərdir kökdə x çıxaq 4. Bu nəyin qiymətidir? N-in qiymətidir və mənfi 4-ə bərabərdir. Və n ordinat ox üzərində olur. Mənfi 4-ü qeyd edirəm və bu şəkildə qrafikimizi qururuq. Bir də var, ikisi bir arada, yəni y bərabərdir kök altında x minus, məsələn, 3 plus 2. Bunu necə? Bu m-in var. M-imiz 3-dür, n-imiz 2-dir. Qrafiki qururam. M3, N2. Bu nöqtəyə düşür və buradan qrafikimizi bu şəkildə yazırıq. Bir də uşaqlar, biz kvadratik funksiyanı mən bundan qabaqki videoda izah eləmişəm. Orada qeyd etmişəm ki, kvadratik funksiyada, yəni ax kvadratı plus bx plus c funksiyası kök altında olarsa, bu zaman birinci a-nın işarəsinə baxırıq. A müsbətdirsə, bunun qiymətlər çoxluğunun tapılmasını izah edirəm. Bunun qiymətlər çoxluğunu tapmaq üçün a-nın işarəsinə baxırsınız. Əgər müsbətdirsə, olacaq kökdə n-dən müsbət sonsuzluğa. Yox, əgər a kiçik 0 olduqda, biz deməmişik kökün içinin ən kiçik qiyməti neçəyə bərabərdir? 0-a. Onda olacaq 0 kökdə n.
Yəni ən kiçik qiymət 0-dan başlayır. Burada e-ni də tapmaq üçün 4ac çıxaq b kvadratı bölək 4a düsturu ilə e-nin qiymətini təyin edirik. Gəlin indi biraz topluda olan suallardan burada nümunə göstərim. Məsələn, topluda baxaq, təyin oblastı haqda var. Biraz da təyin oblastından danışacağım. Hələ birinci qiymətlər çoxluğuna aid bir nümunə deyim. Məsələn, bizə veriblər ki, y bərabərdir kök altında x plus 3. Funksiyasının deyir, qiymətlər çoxluğunu tapın. Uşaqlar, ümumiyyətlə bu kökün altında x plus 3 də olsa, eləcə kökdə x də olsa, yəni bu formalardırsa, ümumiyyətlə qiymətlər çoxluğunu soruşanda mən yuxarıda qeyd eləmişdim. Demirdikmi buranın ən kiçik qiyməti, yəni qiymət soruşanda ən kiçik qiyməti yazmalıyıq biz. Kökaltı ifadənin də ən kiçik qiyməti 0 olduğundan yazacaq ki, 0 müsbət sonsuzluğa bərabərdir. Bu 7 nömrəli tapşırığın həlli idi. Amma təyin oblastının tapılması. İndi təyin oblastının tapılmasını sizə izah edeyim. Əgər, məsələn, bizə verilsə ki, y bərabərdir kök altında x kvadratı çıxaq 9. Funksiyasının təyin oblastını tapın. Təyin oblastını tap. Bu zaman, əgər kök, bu sürət sayılır da, sürətdədirsə kökün içərisində olan ifadəni biz götürəcəyik böyükdür, bərabərdir 0. Buradan da vuruqlara ayırsam bunu, x minus 3, x plus 3 böyük bərabər 0. Bunun da köklərini tapsaq, belə onsuz da diskriminant böyük olanda 2 dənə kök olur. Mənfi sonsuzluqdan mənfi 3-ə birləşmə 3-dən müsbət sonsuzluğa qədər. Bu belə. Yox, əgər uşaqlar bu kök məxrəcdə olarsa, yəni məsələn 1 böl kök altında x kvadrat çıx 9 olsa, bu zaman x kvadrat çıx 9-u yalnız böyük 0 götürürəm. Niyə? Çünki məxrəc 0 ola bilməz. Yox, məxrəc olmayanda böyük bərabər burada. Amma məxrəcdə olanda yalnız böyük 0 götürürük. Nə vaxt? Təyin oblastının tapılmasında. İndi başlayıram modulluya. Y bərabərdir modulda x funksiyası haqqında danışaq. Y bərabərdir modulda x funksiyasında qrafiki birinci qururam. Y bərabər modulda x funksiyasının qrafiki bu şəkildə olacaq. Y burada oldu. X. Əgər y bərabərdir mənfi modulda x görsəydik, onda biz qrafiki bu şəkildə qurardıq. Çünki a mənfi olanda, a mənfi olduqda qollar aşağı olacaq. İndi y bərabərdir. Məsələn, kökdə olduğu kimidir. Heç bir, yəni böyük bir fərq yoxdur. Emenlər eynidir. Ümumiyyətlə, mötərizənin içində, kökün içində, modulun içində olan həmişə m olur. Məsələn, verib x minus 3. Biz buradan bildik ki, m neçəyə bərabərdir? 3-ə bərabərdir. Və soruşur ki, bunun qrafikini qur. M absis oxu üzərindədir. Absis oxu üzərində 3-ü qeyd edirəm və a-ya baxıram. Heç nə yazılmayıbsa demək müsbətdir. Qollar olacaq yuxarı. Sonra, məsələn, mənfi aid də yazım. Y bərabərdir mənfi x plus 2 olsun. Buradan bildik a kiçik 0-dır, m-imiz də mənfi 2-dir. Və qrafiki qururam. Bura mənfi 2 nöqtəsi olsun. Qollar aşağıya. Sonra y bərabərdir modulda x minus 3. İndi çöldədirsə, demək bu n-in qiymətidir. N mənfi 3-dür. N ordinat oxu üzərində olacaq. Burada mənfi 3-ü qeyd edirəm. Və a-sına baxıram. Müsbətdir. Demək qollar yuxarı olacaq. İkisi bir arada olan ait yazım. Məsələn, yazıb x plus 2 plus 2. Deyirəm, a kiçik 0-dır, qollar aşağı olacaq. M-imiz mənfi 2, n-imiz də olacaq 2. Və qrafiki qururam. M mənfi 2, n müsbət 2. İkisinin kəsişdiyi nöqtəyi qeyd edirəm. Və qollar olacaq aşağı.
Uşaqlar, bir də belə suallar düşür. Məsələn, bu tənlik olsun. Burada deyir ki, bunun artma azalma aralığını. Deyəcək ki, mənfi sonsuzluqdan 3-ə qədər bu nə edib? Azalıb, 3-dən müsbət sonsuzluğa qədər artıb. İndi bunu deyək. Mənfi sonsuzluqdan mənfi 2-yə qədər artıb, 2-dən müsbət sonsuzluğa qədər azalıb. İndi bu qrafiki deyək. Mənfi sonsuzluqdan mənfi 3-ə qədər nə edib bu? Azalıb, mənfi 3-dən müsbət sonsuzluğa qədər artıb. Mənfi sonsuzluqdan mənfi 2-yə qədər, bax, həmişə absisə görə deyirik, artıb, mənfi 2-dən müsbət sonsuzluğa qədər azalıb. Sonra modullu tənliklərin təyin oblastı olacaq mənfi sonsuzluq, müsbət sonsuzluq. Sonra qiymətlər çoxluğu həmişə yenə moduldan da ən kiçik ədəd 0 çıxdığına görə olacaq 0 müsbət sonsuzluq. Sonra modulluda biz bayaqlar kökdə dedik ki, kökaltılar ya tək deyil, ya cüt deyil. Amma modullu həmişə cüt funksiyadır, cütdür. Belə. Buna başqa test toplusundan bir-iki nümunəyə baxaq buna aid. Məsələn, buna aid suallardan. Uşaqlar, 11 nömrəli sual var burada, 11 nömrəli sualda. Verilib y bərabərdir modulda x minus 1 çıx 2. Deyir, funksiyasının ən kiçik qiymətini tap. Ümumiyyətlə, ən kiçik qiymət, ən böyük qiymət. Qiymət deyəndə bizim n yadımıza düşməlidir. Burada da n çöldəkidir. Demək, cavab nə olacaq? Mənfi 2 olacaq. Sonra modulya aid başqa. Bir də var, ekstremum nöqtələrini tap. Ekstremum nöqtələrini tapanda, məsələn, neçənci sualda, 19-cu sualdan verilib y bərabərdir 2x plus 10. Ekstremum nöqtələr tap deyirsə, funksiyanı 0-a bərabər eləyirəm. Buradan da x neçə tapılır? 2x plus 10 bərabər 0, x eləyir mənfi 5. Qiymətləri dedim, bu formanı dedik. Ümumiyyətlə, qiymət deyəndə bilməliyik ki, n-in düsturundan istifadə olunur. Başqa burada izah eləmədiyim, düşünürəm, heç nə qalmadı. Belə uşaqlar, sağ olun.